Hər bir göstəriş verir. Başını belə qoy. Orasını düz qoymadan, nə bilim üstünün ağını düz qoymadan. Hər bir güya bunlar nəsə bilirlər dindən, güya nələrsə bilirlər. İşə yararlı olmağa Amma o çalışırlar. Avropa söhbəti getdi, orada hamı çıxış eləyir. Çox ağıllı adamlar. Bəli, çox təəssüf bizdə o çıxış mədəniyyəti yoxdur. İslamda var ha, İslamda həmin şey var və ona biz dəfn xutbəsi deyirik. Orada sadəcə Allahdan, Peyğəmbərdən danışılmır. Orada ey insanlar, nə qədər canınız sağ ikən qonşu ilə yaxşı rəftar edin, elmlənin, o olun, bu olun, cəmiyyətə xidmət edin. Onsuz da zaman gedir, onsuz da bir gün hər birimiz bu şəkildə bu torpağa girəcək. Xeyirli evlatlar yetişdirin, vətən üçün, millət üçün, cəmiyyət üçün, din üçün, bayraq üçün, Quran üçün xeyirli evlatlar yetişdirin. Amma təkcə dindar danışır da. Niyə görə O da düz danışmır axı, dindar danışır. Müəllim, sən mollalı, sən müəllim pul qazanırsan. Onlar düz danışmır, sən danışır. Üzr istəyirəm. Təəssüflər olsun ki, yeganə dindar danışır. Dindar da doğru danışmır. Hə, ən böyük problem, dindar nağıl danışır. Mərhumumuz bu saat qanad açıb uçur. Mərhumumuz bu... Sən mərhum haqqında işlə demək ixtiyarın yoxdur, getmir.